Bir dənə ləzzətinə baxın. Bilmək istəyirsinizsə bu nədir? İndi videoda biləcəksiniz ki, burada nələri qatışdırmışam. Qış ayları gəldi, ən sevdiyim məhsullar. Bəli, qış aylarında həmişə bu məhsulları yeyirəm. Biri tahin küncüt əzməsidir, biri keçi boynuzu bəhməzidir. Keçi boynuzun tərkibi çox zəngindir. Kalsium, maqnezium, dəmir, aluminium, sink, kalium, mis, maqnezium, fosfor. Gördüyünüz kimi belə bir formadadır. Keçi boynuzu ilə bunlar ikisini bir yerdə qatırıq, yeyirik. Bunlar nədir? Həm tərkibində vitamin, həm sümük oynaq üçün, həm qırdaq bərpa edici, həm də belə deyim ki, yaddaş beyni gücləndirir. Baxın, türklər ən çox istifadə edir. Son zamanlarda bizlər də istifadə edirik bu məhsullardan. Burada küncüt əzməm var, onu açmayaq. İsrafçılıq olmasın. Burada beləsinə küncüt əzməsini belə bir formadadır. Gördüyünüz kimi bir qaşıq bundan götürürük. Beləsinə bu haldadır belə. 6 qatıdır, üstü sulu formada qatdıq. Çox dadlıdır, marmeladdır, şokoladdır. Bu da keçi boynuzu bəhməzimiz. Keçi boynuzu bəhməzimizi də açırıq. Soyuq sıxımdır. Tərkibində heç bir qatqı yoxdur. Şəkəri olanlar da qəbul edə bilərlər. Belə bir məhsul. Çox qəşəyi var da həqiqətən. Bu heç bir bəhməzlə belə deyim ki, əvəz edilə bilməz də. Buna baxın, bir dənə yaxından çəkin, zəhmət olmasa. Bir dənə baxın, çox dadlıdır, çox ləzzətlidir. Xüsusən də ki, sümük oynaq, yaddaş, beyin, diqqətsizlik üçün əladır. Uşaqlarınıza da verə bilərsiniz, özünüz də evdə yeyə bilərsiniz. Dadı mükəmməldir, dadından doya bilməyəcəksiniz. Keçi boynuzu sevməyənlər balla da qatıb yeyə bilərsiniz. Mən çox vaxt balla qatıram. İndi bu dəfə keçi boynuzu ilə qatacağam. İndi dadına da baxacağam. Deyəcəm sizlərə necə bir məhsuldur. Yəni ki, elə bir məhsullardır ki, çalışın qış ayları, yay ayları, ən çox da qış aylarında həmişə evinizdə bu gözəl məhsullar olsun. Bismillah. İndi baxaq bunun dadına. Əladır, superdir.